بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأرضين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Ötən məclislərimizdə deyildi ki, iman əgər insanların ürəyinə daxil olursa, o iman insanların həm dünyasına və həm axirətinə fayda verər, təsir qoyar, xeyri var. Və belə bir imanın adına yəqin deyirlər. Və yəqin insanı mənəvi dərəcələrə, dünya və axirət səadət və xoşbəxtliyinə çatdıra bilər. Və bu insanın xoşbəxtliyində çox böyük rolu və təsiri var. Ona görə də dedik, yaxşıdır ki, o amilləri ki, insanın yəqinin çoxaldar, o amillərin barəsində bir neçə cümlə, kəlmə danışaq. Yəqin ki, yadınızdan çıxmayıb, birinci amil ki, insanın yəqinin gücləndirər, ibadətdir. İnsan ibadətin vasitəsilə eləyə bilər, öz yəqinin və ürəkdəki imanın gücləndirsin. İkincisi, o həftə oxuduq, rizadır. Riza, yəni ki, insanın həyatında Allaha qarşı heç cürə etirazı olmaya və bu barədə hədislər Quranın ayələrindən və arif, həkim, dahi, görkəmli dini şəxsiyyətlərin barəsində olan söhbətlərdən o həftə bir neçə cümlə oxumuşuq. Və dedim ki, yəqinin fəziləti Allah məhzərində həddindən artıq çoxdur. Bəzi hədislərdə var, buyurur, elə ki, insan cənnətə daxil oldu, maddə
maddi nemətlərdən keçəndən sonra mənəvi nemətlər insana nazil olacaq. Mənəvi nemətlərin içində biri budur ki, Allah insanlara özün təcəlli eləyəcək. Təcəlli nədir? Bir dəfə Allah dağda təcəlli elədi. Dağda. Əraf surəsinin 143-cü ayəsində oxuyuruq. Elə ki, Həzrəti Musa gəlirdi ibadət eləsin, bir iddə onun ümmətindən dedilər, ya Musa, xahiş edirik səndən, bizim xahişimizi Allaha çatdır və denən ki, özün bizə göstərsin. Musa onlardan bir neçəsin, bəzi hədisdə var, 70 nəfər onlardan apardı miqatə. O yerdə ki, orada ibadət eləyirdi. Və gətirdi onların sözün Allaha dedi. İlahi, bunlar deyirlər ki, Allaha denən xahiş elə, özün bizə göstərsin. Buradan oyanasın, Quran belə deyir. Vələmma, Əraf surəsi 143. Vələmma cəə Musa lemiqatina. Elə ki, Musa gəldi o yerə ki, orada həmişə ibadət eləyərdi. Və kəlləməhu Rəbbuh. Allah Musa ilə danışdı. Musa da Allahla danışdı. Musa nə dedi? Bu çox geniş, uzun bir hekayətdir ki, Həzrəti Musanın hekayətləri, hərəkətləri çox vaxt istəyir ki, bunu əvvəldən insan danışa, gələ çata bura. Amma mən burada bir fakt var, onu demək üçün bu ayəni oxuyuram. Onlar qalsın inşallah başqa vaxtda. Qalə Rəbbi ərini ənzur iləyk. İlahi, Musa deyir, özünü göstər mənə, mən baxım sənə, görüm səni. Qalə lən tərani. Musa, heç vaxt bu olmayacaq. Lən ərəb dilində, ərəb qramerində o yerdə gələr ki, yəni heç vaxt bu olmayacaq. Lən tərani, sən məni heç vaxt görməyəcəksən. Bu cismi gözləri ilə məni cismi surətində heç vaxt görməyəcəksən. Və lakin onzur iləl cəbəl. Bu dağı ki görürsən, indi sən bax bu dağa. Fəin istəqərrə məkanəhu fəsəvfə tərani. Əgər yerində qalsa, bu dağ, onda məni görəcəksən. Burada Allahın əzəmətindən söhbət gedir. Allah cismidir, cismi gözü ilə görəsən onu. Mümkündür o. Musa baxır dağa. Fələmma təcəlla, təcəlla sözündən gəlib də söhbət. Fələmma təcəlla Rəbbuhu lil cəbəl. Elə ki Allah özün dağa təcəlli elədi. Öz əzəmətin dağda göstərdi. Bilmirəm təcəllini nə cür mən tərcümə eləyim. Allah öz qüdrətin, öz nuraniyyətindən zərrə qədər, öz əzəmətindən, cəbərutindən zərrə qədər
dağa ərzə elədi. Təcəlli elədi Allahın cəlali, şövkəti, cəbəruti dağda. Cəaləhu dəkka. Dağ un kimin oldu, yerindən hamar bərabər oldu. Dağ yox oldu elə bir. Un kimin oldu, səpələndi. Yəni dağda o qüdrət olmadı ki, o təcəllinin zərrə qədəri də ki ona təcəlli eləmişdi, ona dözümü olsun. Fəxərrə Musa səiqa. Musa da düşdü yerə, haldan getdi. Musa'da da o imkan olmadı, o dözüm olmadı ki, o hadisəni görə bilsin. Yıxıldı, səiqa, haldan getdi, özündən getdi Musa. Fələmma əfaqə, elə ki biraz keçdi, Musa'nın huşu başına gəldi. Musa durdu, gözlərin açdı, hala gəldi. Qal subhanəkə tubtu ileyk. İlahi, sən paksan, sənin eybin yoxdur, sənin qüdrətin çoxdur. Tubtu ileyk. Mən sənə qayıdıram və ənə əvvəlul müminin və birinci iman gətirən sənə mənə. Amma bu iman o bayaqki imandan deyil. Bu iman başqa imandır. Görəndən sonraki imandır bu. Bax, Allah bir dəfə zərrə qədər öz şövkətindən, öz cəlalindən dağa ərz elədi, Musa Peyğəmbərə elə bir hadisə oldu. Hədisdə var, elə ki insan cənnətə girdi, maddi nemətlər heç. Bağ var, dağ var, yemək var, içmək var, giymək var, huri var, qilman var, süt var, bal var, nar var, alma var. Bunların hamısı var orada. Bunlar elə burada da var. Buyurur, elə ki bunları keçdi insan orada. Çünki orada dərəcələr müxtəlifdir axı. Bəzi adamlar elə o həddədir. Elə dağdan, bağdan, orada huridən, qılmandandır. Olardır. Ondan sonra bir şey yoxdur. Amma insanlar ki var, çarmıxın altında deyirdi, Rəbbi ibnili beytən indək ya indəkə beytən. Qolların çarmıxa çəkirlər, Fironun yoldaşı, mıxına, əllərin, ayaqların. Gördülər, gülür. Dedilər, bu başı xərab olub. Sonra gördülər, danışır. Baxdılar, deyir, ilahi, mənə cənnətdə öz rəhmətin yanında bir ev verəsən. Yəni, əgər sənin rəhmətin olmasa, mənə cənnət də lazımdır, mənə sən lazımsən. Mənə sən lazımsən. O insan cənnətə girəndən sonra alma heyvə onu maraqlandırmır. O, çarmıxın altında danışdığı, dediyi, istədiyi söhbətləri axtarır orada. Deyir, elə ki keçdi onlardan. Hədis belədir ki, Allah təcəlli eləyəcək o möminlərin özündə. O təcəlli ki, onun zərrə qədərin dağ dözə bilmədi. Quranda oxuduqlar, Quran ayəsidir. Allah özün möminlərə təcəlli eləyəcək. Möminlər Allahın şövkəti, cəlalı möminlərdə təcəlli eləyəcək. Ha aliyyum bəşəru keyfə bəşər Rabbuhu fihi
təcəlla və zəhər. Əli əleyhissalamda Allah təcəlli eləmişdi. O təcəllinin bir xırdaca balacası möminlərə cənnətdə olacaq. O təcəlli ki, Əlinin cəmalında Allah təcəlli eləmişdi. Ondan sonra deyəcək ki, yaxşı möminlər, indi ki mən təcəlli elədim səndə, İstəyin məndən, nə istəyirsiniz? Nə istəsələr yaxşıdır? Deyəcəklər, ilahi, sənin rizayəti. O həftə nə qədər oxuduq Allahın rizayətindən? Bu hədis o söhbətləri davam etdirir. Yəni, Allahın rizayəti, Allahın təcəlli eləməyindən də hətta əşrəfdir. Buyurur, cənnətə ki insan daxil oldu, belə bir məqamlara gedib çatacaq. Qaf surəsində 3 ayədir. 33, 34, 35-ci ayələr. Mən xəşiyər rəhmanə bil qeyb. O insanlar ki, dünyada onlar xəlvətlərdə Allahdan qorxublar, xəlvətdə. Heç kim yox, günahın şəraiti hazır, amma bu günah eləmir. Allahı başının üstündə görür. Və cəə bi qəlbin munib. Qiyamətin günündə təmiz ürəklə gələcək məhşərə. Bu insan. Bunlara belə deyiləcək. Udxuluha bisalamin. Salam salavatla daxil olun cənnətə. Mələkələr gəlir, qarşılayır. Həm mələkələr bunlara salam verir, həm də bunlara öyrədirlər ki, daxil olun cənnətə, salam salavatla daxil olun. Cənnətə daxil olursan, salam ver. Bunlar da salam verirlər. Zalikə yevmul xulud. Və bu gün və bu cənnət əbədi bir cənnətdir ki, sən daxil olursan. Dünya kimindir? 40 il, 50 il, 60 il dərdinlə, çorunla, ağrı ilə, vərəm ilə, yaman gününlə, yaman köhdə, yaman gündə yaşayasan. Bura cənnətdir, özdə əbədi. Daxil olun bura. Quran buyurur, ləhum ma yəşaunə fiyha. Hər nə istəsələr var orada. Ma yəşaun, yəni hər nə istəsələr Allah buyurur, hazırlamışam onlara. Bunu deyir, ondan sonra buyurur ki, və lədəyna məzid. Və bəzi şeylər də var ki, bizim yanımızda. Artıq bəzi şeylər də var ki, o da bəzi insanlarınkidir. Və lədəyna məzid. Hər nə istəyirlər, o veriləcək. Amma bizdə artıq var ki, onları da istədiklərimizə verəcəyik. Deyir, o nədir? Təfsir kitablarına baxın. Təfsir kitabında o məzidi məna edirlər. Deyir, məzid 3 dənə mənəvi nemətdir. O hamıya yoxdur. Ondan hamıya əlatılardır. Əlatılara veriləcək olar. Kim birinci yeri tutub, kim ikinci onlara veriləcək olar. Deyir, o 3 dənə mənəvi nemətin biri Allahın xüsusi hədiyyəsidir. Gətirəcəklər, Allahın xüsusi hədiyyəsidir bu sənə. Ondan Səcdə surəsinin 17-ci ayəsini burada oxuyublar. O budur. فَلَا تَعْلَمْ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ. Quran ayəsidir bu. Deyir, bu hədiyyə ki onlara göndəriləcək, heç kim Allahdan başqa bilmir ki, o nədir. Heç kim bilmir o nədir.
O elə bir hədiyyədir ki, ancaq Allah bilir. Fəla tə'ləm nəfsun. Heç bir insan onu başa düşmür ki, o nədir? Ma uxfiyə ləhum. Onlara hazırlanıb, min qurrəti əyun. Gözləri aydınlaşacaq orada. Gözləri işıqlanacaq. Bu bir, üç dənə hədiyyənin. İkincisi, deyir, birincisindən mühümdür. O nədir? Allah məhzərindən salam gələcək bunlara. Allahın salamı bunlara nazil olacaq. Bu, necə bir salamdır ki, o hədiyyədən bunu üstün tutublar. Yasin surəsində 58-ci ayə belə deyir. Salamun qavlən min Rabbir Rahim. Allahın salamı. Salamun qavlən. Allahın qavli, Allahın salamı bunlara nazil olacaq. Bu ikinci mənəvi bir nemətdir ki, insanlara veriləcək. Üçüncüsü nədir? Üçüncüsü budur ki, Allah onlara buyuracaq, mən sizdən razıyam. Buyurur, bu bir dənə, o iki dənədən çox mühümdür. Bu bir dənə ki, Allah deyən mən razıyam. Tövbə surəsinin 73-cü ayəsində də bunu deyib. Və rizvanun minəllahi əkbər. Allahın rizayəti bu nemətlərin hamısından böyükdür. Hamısından fəzilətli və şərafətlidir. Bax, riza yəni bu. İndi mən rizadan iki dümədi danışıram. Neçə cələsə, neçə məclislə danışmaq olar, amma demək, eşitmək bir şeydir, onu başa düşmək başqa şeydir. Onu insan nə qədər ibadət eləməyib, nə qədər eşqə çatmayıb, eşqin mənası mümkündür. Sözünlə eşqin mənası bilinməz. İnsan eşqin özünə çatmasa, eşqin mənası sözünlə, şeirlə, ədəbiyyatla, nağılla, hekayə ilə, bunlarla insan eşqi başa düşməz. Odur ki, buyurur, bax, belənçi bir şeydir bu. Bu riza, bu rizanın fəziləti bizə İslam Peyğəmbəri, Əli əleyhissalam, İmam-ı Sadiq, Əhl-i Beyt bizə təkid edirlər, deyirlər, əgər bir insan istəsə yəqinə çata, bu rizanın vasitəsilə yəqinə çata bilər. Ər-riza bi məkruhil qəza. O hadisələri ki, başına gəlir, xoşuna gəlmir. Buyurur, onlara ürəkdən razılıq vermək min əla dərəcatil yəqin. Yəqinin ən yüksək dərəcələrindədir o. Ağır hadisələr insan görür, amma razıdır. Bir 70 yaşında əhl-i riza insana deyirlər ki, biz eşitmişik ki, sən çox razısan Allahdan. Sən hardan bu dərəcəyə çatıbsan? Necə bir dərəcədir bu? Deyirsiniz, eşitmişəm. Amma mən bilmirəm onu. Məndə rizanın heç iyi də yoxdur. Amma bu qədər bilirəm ki, əgər Allah məni cəhənnəmin üstündə körpü yarada və bütün insanların hamısına buyura o körpünün üstündən keçin, onlar keçib gedələr beşdə. Sonra o körpünü ki, mən özüməm, məni ata cəhənnəmə, heç mənim xəyalıma gəlməz ki, bu niyə belə oldu? Deyərəm, Allahım razıdır, mən də razıyam. Riza yəni bu. O da deyirəm, bu sözünə deyir ki, adam başa düşür onu sözünə. Şeirinə, ayə ilə, hədisinə. Mən rəziyə bil məqdur qəbiyə yəqinu. O adam ki, rizayət verir öz həyatında ağır hadisələrin barəsində,
Buyurur, bu insandır ki, bunun yəqini çoxalır. Cabir ibn Abdullah Ənsari, Allah rəhmət eləsin, Peyğəmbərin sahabələrindən biridir. Gəlib, İmam-ı Baqir əleyhissalamın devrində o dünyasını dəyişdi. Peyğəmbər vaxtı yaşamışdı, Əli əleyhissalamın vaxtı yaşadı, İmam Həsən vaxtını yaşadı, İmam Hüseynin vaxtında yaşamışdı, İmam-ı Səccad əleyhissalamın da vaxtını yaşamışdı, İmam Baqir əleyhissalamı ziyarət eləyəndən sonra dünyadan getdi, Peyğəmbərin salamın İmam-ı Baqir əleyhissalama çatdırdı o. Həzrət ondan görüşəndə dedi ki, Cabir, necəsən? Necəsən? Dedi, ağa, necəyəm? Bir haldayam ki, qocalığı cavanlıqdan çox istəyirəm. Xəstəliyi sağlamlıqdan çox istəyirəm. Ölümü də yaşamaqdan çox istəyirəm. İndi bu vaxtlarımdır məni. Yəni ki, çox istərəm bəlanı mən. Çox istəyir bəla məni. Hər nə mənə Allah mənə nazil eləsə, bəlalar göndərib, bu bəlalara mən razıyam. Yəni ki, mən qocalığı indi cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan indi çox sevirəm. İmam Baqir əleyhissalam ona nə desə yaxşıdır? Buyurdu, amma mən yox. Mən o cür deyirəm. Bu istəyirdi deyə ki, yəni Allah qocalıq verib, qocalığa razıyam. Xəstəlik verib, xəstəliyə razıyam. Sağlamlıqdan da çox istəyirəm. Ölüm gəlsə, ölümü həyatdan da çox istəyirəm. İmam Baqir əleyhissalam buyurdu, amma mən yox. Allah mənə əgər cavanlıq versə, cavanlığı sevirəm. Qocalıq versə, qocalığı sevirəm. Sağlamlıq versə, sağlamlığı sevirəm. Xəstəlik versə, xəstəliyi sevirəm. Həyat versə, həyatı sevirəm. Məmat versə, məmatı sevirəm. Hansın o sevir, mən onu sevirəm. Mən kiməm ki, seçəm. Mən kiməm ki, seçəm. Bir şairdir, oturub yazır. Fars dilində yazır. Gəlib çatır bura. Yeki dərd o, yeki dərman pəsəndəd. Yeki vəsl o, yeki hicran pəsəndəd. Mən az dərman o vəsl o, dərd o hicran pəsəndəm ançıra canan pəsəndəd. Deyir, biri xəstəliyi sevir, biri sağlamlığı. Biri hicranı sevir, ayrılığı. Biri vəsləti sevir, birlici. Amma mən dərdin, dərmanın, hicranın, vəslətin içində sevirəm hansın ki Allahım sevir. Hansın o sevir, mən onu sevirəm. Ona görə Əmmar bilirsiniz də kim idi? Əmmarın anası İslamda qadınların içində birinci şəhiddir o. İslamda birinci şəhiddir ki, qadınların içərisində o şəhid olub. Adı nə idi? Sümeyyə. Atası da İslam dünyasının ilk şəhidi onun atasıdır. Əmmar böyük bir şəxsiyyət idi. Siffeyn müharibəsində münafiqlərlə ki, Əli əleyhissalam müharibə eləyirdi, Əmmar Peyğəmbərin devrini görüb, Peyğəmbər təsdiq eləyir Əmmarı. Peyğəmbər Əmmarın barəsində bir cümlə deyib, o cümləni mən oxuyum, siz eşidin.
ki, Peyğəmbər nə deyir Əmmarın barəsində? Deyir, İnnə Əmmarən mələun imanən min qarnihi ilə qədəmi. Əmmar ayaqdan başa qədər, başdan ayağa qədər doludur imanla. Vəxtələtəl iman billəhmihi və dəmi. İman onun ətinə, qanına qarışıb. Yəni mümkün deyil, imandan ayrılı Əmmar. Peyğəmbər bir adamı bu cür təsdiq eləyər. Siffeyn müharibəsində Ali əleyhissalamın məhzərində Əmmar gəldi. Ayrıldı qoşundan, Ali əleyhissalamın qoşunundan. Gəldi, dayandı Muaviyyənin qoşununun qabağında. Başladı orada münacat elədi. Bax, bir cümlə münacatı buyurdu. Dedi, İlahi, sən hamıdan yaxşı bilirsən ki, əgər mən biləm ki, sənin rizayətin, razılığın bundadır ki, mən özümü atım dənizə, özümü dənizə atacağım. Sən bunu bilirsən. İlahi, sən bunu hamıdan yaxşı bilirsən ki, əgər mən biləm ki, sənin razılığın bundadır ki, mən qılıncı alam əlimə, özüm öz qarnıma basam qılıncı və kəsəm, doğrayam, tökəm yerə, bilirsən ki, mən onu eləyəcəyəm. İlahi, mən bugün belə bilirəm. Sənin rizayətin bundadır ki, bu namərd, şərəfsiz, heysiyyətsiz insanların qarşısında dayanıb, bunların əleyhinə müharibə aparam. Bilirəm ki, sənin rizayətin bundadır. Və əgər bundan şərafətli əməl tapsaydım, bunu tərk elərdim, gedib ona əməl elərdim. Bundan şərafətli əməl tapa bilmədim ki, əlini himayə eləyəm və belə bir müharibədə bunların əleyhinə qılınc vuram. Ondan üzün tutdu o Muaviyyənin qoşununa. Dedi ki, kim mənim səsimi eşidir, gəlsin, qoşulsun mənə. Mən aparım onu Allahın rizayətinə tərəf. Mən onu Allahın rizayətinə doğru hərəkət verim, aparım, çatdırım ora. Ondan sonra müharibəsini elədi, elə o müharibədə də şəhid oldu. Əli əleyhissalam gəldi, oturdu başının üstündə Əmmarın. Əlin çəkir Əmmarın üzünə, alnına, Həzrət başladı ağlamağa. Əmmarın meydinin başının üstündə oturub, ondan özü-özünə danışır Əli əleyhissalam. Nə desə yaxşıdır? Dedi, ay ölüm, elə bil ki, sən də mənim dostlarımı tanıyıbsan və onları bir-bir məndən alırsan. Əmmarı Həzrət tərif eləyirdi. Niyə görə? Ona görə ki, Əmmar deyir, İlahi, əgər bu əməldən şərafətli əməl tapsaydım, bilsəydim ki, sənin rizayətin ondadır, ona gedəcəkdik. Mən sənin rizayəti bunda görmüşəm. Hər nəyə sənin rizayətin var, mən ona gedirəm. Nədir ki bu dünya? Bu dünya nədir ki, mən sənin rizayəti qoyam ayaq altında, şeytanın rizayətinə əməl eləyəm? Şeytan nə eləyəcək mənə? Quranın ayəsində və hədislərdə var, elə ki, qiyamətin günündə insanı danışdırdılar, deyəcək, İlahi, şeytan məni allatdı. Şeytan gəlib deyəcək, yox, mən sənə neynədim? Mən sənə işarə elədim, sən açdın qolları, o qaça-qaça gəldin. Mən sənə ip bağlamadım, sənə zəncir bağlamadım.
Mən yolu göstərirdim sənə, bəzəkləri, düzəkləri göstərirdim ki, bunlar göz vururdu, səni çağırırdı. Sən də heç bir ağlığa müraciət eləmədin, heç bir imanlığa müraciət eləmədin, heç fikirləşmədin ki, bu günün sabahı nə olacaq? Fikirləşmədin ki, Quranın ayələrində sənə Allah deyir ki, bu şeytan sizin düşmanınızdır, sizi alladır. Heç bunlara bir fikirləşmədin sən. Odur ki, indi sən şeytan bıraxır, gedir öz işinə. Allahın rızayəti hər bir şeydən üstündür və Allahın rızayəti bağlıdır insanların rızayətinə. Əgər insanlar Allahdan razıdır, əgər insanlar Allahdan, əhkamından, qəzasından, qədərindən, Allahın buyurduğundan, Allahın verdiyindən, vermədiyindən əgər insanlar razıdırsa, onda Allah da insandan razıdır. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekrem ve bil Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin. İlahi amin deyən dilləri lal öldürmə. Amin. İlahi dualarımızı müstəcab elə. Amin. İlahi ölənlərimizi qəriq rəhmət elə. Amin. İlahi günahlarımıza qələmi əfvi çək. Amin. İlahi aqibətimizi xətmi bi xeyr elə. Amin. İlahi xəstələrimizə şəfa inayət elə. Amin. İlahi giriftar müsəlmanlara nicat inayət elə. Amin. Allah müsəlmanlara xiyanət eləyənlərə lənət elə. Amin. Allah müsəlmanlara xiyanət eləyənləri zəlil elə. Amin. Pərverdigara izzətimizi əlimizdən alma. Amin. Pərverdigara dünya və axirət Qur'andan, əhl-i beytidən bizi ayırma. Amin. Qəbrimizin əvvəl gecəsi nuri vilayəti əmirul müminindən ayrı salma. Amin. Ölən günə kimin ruziyə helal bi minnət mərhəmət elə. Pərverdigara xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Ağamızın zuhurində təcil elə. Bihaqqi Muhammedin və alih və bihaqqi surətil mübarəkətil Fatihəti mə'əs salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustaqim. Sıratallezîne en'amte aleyhim. غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن